Salam hörmətli izləyicilər, xoş gördük sizləri RTV kanalında. Əziz izləyicilər, bugün biz çox gözəl bir salat hazırlayacağıq. Deməli, bu salat çoxlarının bildiyi didmə salatıdır, ancaq bunu biz qeyri-adi tam verən bir dadla hazırlayacağıq. Yəni bunun içinə biz kişmiş, qara kişmiş tökəcəyik. İnandırım sizi dadı çox gözəl olur. Yəni mən bir dəfə bir toylarda yedim. Yəni tərkibi toyuğun döş ətidir, belə didilmiş, siz istəsəz mal əti də eləyə bilərsiniz, amma ancaq mən toylarda toyuğun döş ətindən yemişdim. Ondan sonra sarımsaq 1-2 tiş vuracağıq, tam versin. Qoz ləpəsi, mayonez, duz və sos zövqə görə. Onu da qeyd edim ki, kişmiş ona xüsusi tam verir. Yəni belə hazırlayın, özünüz görəcəksiniz. Yəni birinci salatımız bizim bu kişmişli didmə salatı olacaq. Biz qarşıdan yeni il gəldi, ona görə yeni il süfrəmizə çoxlu salatlar hazırlayacağıq və hamısını da sizinlə paylaşacağam. Birinci salatımız deməli belə deyək. Didmə salat kişmişlə. İndi başlayırıq hazırlamağa. Deməli belə bir qab qoymuşuq, onu qırağa qoyalım hələlik. Deməli nə edirik? Gördüyünüz kimi toyuğun döş ətidir. Deməli əziz izləyicilər, belə bir sürkəşdən götürürük, sarımsağımızı keçirdirik, yəni rəndələyirik, bax beləcənə. Bu sarımsaq ona xüsusi tam verir. Çox adam əzi verir, ancaq belə rəndədən keçirdəndə həm xırda-xırda olur, bax belə gördüyünüz kimi. Baxın, görürsünüz necə? Həm də yaxşı olur da, yəni o əzəndə suyu zadı çıxır, ancaq belə də daha da yaxşı olur. Gördünüz, xırda-xırda olur. Bu didmə salatına ümumiyyətlə şey tökülməlidir, sarımsaq ki, ona xüsusi tam versin. Baxın, beləcə elədik. Üzərinə deməli kişmişimizi əlavə edirik. Belə qara kişmişimizi və qoz ləpəmizi xırda-xırda beləcə doğramışıq, gördüyünüz kimi. Və qoz ləpəmizi əlavə edirik. Ondan sonra zövqə görə duz əlavə edirik və qara istiot. Yəni bu ona xüsusi tam verir. İstiotu da əlavə etdikdən sonra mayonez töküb yaxşıca qarışdırırıq. Deməli, əziz izləyici, qabımız balaca oldu deyə dəyişdik. Belə bir qabda qarışdırdıq və artıq hazır oldu. İndi başlayırıq əziz izləyicilər. Baxın, belə bir qab qoymağa və belə figurkadır, belə deyək də, fason verəcək buna. Və onun içinə bax beləcə salatımızı töküb və hər tərəfinə baxın beləcə yayırıq. İnandırım ki, bunun dadı o birisindən daha da yaxşı olur. Yəni belə deyək, kişmiş olduğundan biraz sarımsaq, yəni şirin acı qarışır bir-birinə, xüsusi tam verir. Əziz izləyicilər, gördüyünüz kimi bax beləcə elədik və bunu beləcə çıxardırıq və gördüyünüz kimi beləcə fason alındı. Görün, baxın beləcə dördbucaq gözəl bir salat alındı. Üzərinə isə bir ədcə kişmişdən belə bəzək
edə bilərik. Beləcə bəzək yedirik. Artıq salatımız hazırdır. Birinci salatımız bizim belə kişmişli didmə salatıdır. Və yaxud didmə salatı kişmiş ilə. Beləcə hazırlayın. Hazırlayan hər kəsə nuş olsun deyirəm. Çox dadlı və gözəl alınır. Belə bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun. Videolarımıza da like qoyun. Sağ olun, salamat qalın.